Ölkə ərazisində sabitliyi pozmağa cəhd edən silahlı dəstə zərərsizləşdirilib. Milli Təhlükəsizlik Nazirliyi IŞİD terror təşkilatının fəaliyyətində iştirak edən şəxslərin müəyyənləşdirilməsi üçün əməliyyat keçirib. Məlum olub ki, onlar müxtəlif dövrlərdə silahlı qrup yaradaraq terror hadisələrində iştirak ediblər. Antiterror əməliyyatı nəticəsində IŞİDə qoşulan şəxslər saxlanılıb. Milli Təhlükəsizlik Nazirliyinin antiterror əməliyyatları nəticəsində IŞİD terror qruplaşmasının fəaliyyətində iştirak edən Şirxan Xasaylı, Rövşən Mikailov, Elşən Adilov, Vüqar Hacıyev və Azər Eyyubov şübhəli şəxs qismində həbs ediliblər. Müəyyən olunub ki, qrup üzvləri 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya və İraqda ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən IŞİD terror qruplaşmasının fəaliyyətində iştirak ediblər. İşçinin özünə tabeyinə, Azərbaycan cəmaatı kimi qarşı döyüşürdünüz. Suriyanın ordusuna müxalifətə qarşı. Türkiyə getdim, Türkiyədən Suriya. Suriyadan keçdim, getdim Muaskarda oldum. Muaskarda olduğum dönəmdə gördüm, orada haqsızlıq eləyirlər. Yalan danışırlar, bizi aldadılar, bizdən istifadə edirlər. Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işləri başlanıb. 5 nəfər təqsirlənilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qəti imkan tədbirləri seçilib. Onlardan Mikailov Rövşən Babaoğlu barəsində istintaq tamamlanaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə Rövşən Mikailov 13 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirlənilən şəxslərin cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqa zidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq əməliyyat tədbirləri davam etdirilir. Milli Təhlükəsizlik Nazirliyi xəbərdarlıq eləyir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əskəri ləvazimatla təchiz etmə, terrorçuluq, bu kimi cinayətlərin törədilməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş cəza müddətləri artırılaraq 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzaları ilə müəyyən edilib.